Və cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Son dəqiqə dəhşətli bir xəbər çatdıracağım sizə. Şeyxi vurdular. Şeyxi vurdular. Niyə vurdular, nətər vurdular, necə vurdular, hamısını burada deyəcəm. Və başqa xəbərlərim də var, onları reklamını edib keçəcəyəm YouTube'dakı yayımıma. Deməli, dəyərli vətənlərim, axşamki yayımı qətiyyən izləməyin, axşam sensasiya. Ölkəni və dünyanı silkəliyəsi xəbərlər verəcəyəm, inşallah. Değerli soydaşlarım, yadınızdadırsa Bandadenin reisini vurdular dedim. İnanmırdılar. 10 gündən sonra ham paylaşdı. Mən deyəni, düzdür, kəfəni yırtdı, çıxdı o. Amma həmənki adam deyil də, daha Əlin Ağayevin əlinin altında elə bir ki, bir çubraşqadır. Değerli dostlar, indi də Bəylər Əyyubovdan sonra şeyxi də vurdular. Necə vurdular? Gəlin deyim sizə. Bu günləri ən yüksək səviyyədə söhbət gedibdi, mənim adamlarım da orada olubdu. En yüksek seviyede, nazirler seviyesinde söhbət gedib və orada danışılıb. Şeyx, biri soruşub şeyx niye bayram namazına iştirak eləmədi? O biri də deyib ki, sən bilmirsənmi? Şeyxi vurublar. Şeyxi vurublar. Deyib necə vurdular, nətər vurdular? Deməli, Nərimanovda öz sarayından, villasından çıxan şeyx bilirlər ki, yəni vuranlar bilib ki, hamı bilir ki, o güllə keçirməz Maybakdan gedir. Və həyətindən çıxıb yola düzəlib elə sürəti artırmaq istəyirdi ki, birdən qapının ağzında planlı sürətdə şeyxin arabasına araba çırpılıbdı. İstər-istəməz araba açılıb, sadə bir adam kimi düşüb, şofer də istər-istəməz qapını açıb düşməlidir də, niyə belələdin, niyə vurdun? Qapını açan kimi tez, qapı açıqsa deməli qapılar bağlı deyil. Daldakı qapını açıblar ya qabaqçı qapıdan. Bir neçə mərmi sıxıblar və dalda oturan şeyx qapını açan kimi, çəkən kimi, piştonunu çəkən kimi, indi elə danışıram şikayət olmasın, şeyx uzanıb sireniyaya, uzanıb. Başını belə tutub uzanıb. İki dənə arxadan dəyibdi. Biri düz onurğasına dəyib, bir də kürəyinə dəyib. Şeyx o biri dünyaya gedəsidir, getməlidir, getməsə də iflic olubdur, onurğasını darmadağın eləyib, birbaşa iflic olub şeyx. Hadisə olubdur, bugün 4-cü gündür. Dəyərli vətənlərim, hadisə səhv etmirəmsə 27-si günü səhər tezdən olubdur. Hadisə deyil, bütün yuxarı təbəqədə hamı bilir ki, şeyxi mehriban vurdurubdur. Bəyləri də, şeyxi də mehriban vurdurubdur. Hamı bilir bunu. Ancaq hər şey elə mehribanın boyuna yıxırıq. Əcaba, əslində mehriban adından mı vurdururlar bunlar? Mehriban adından mı vurdururlar? Yoxsa mehriban həqiqətən bu köhnələrin hamısını təmizləyirmi? Bir planı mı var? Mənim bildiyim qədərindən gördünüz ki, Putinin limuzinlərinin birini havaya uçurtdular. Eləmi elə? Zelenski nə demişdi? Putin yaxın vaxtlarda öləcək. İndi söz yox. Mən də bilirəm ki, bu hadisə ilə bəlkə də Putin ölməyib. Bunun gerçək xəbəri sizə axşam deyəcəyəm. Amma və lakin Putinin ölüm adı altında bu yaxın vaxtlarda qaçacağı üçün artıq bizə zəmin yaradırlar. Bizi uyğunlaşdırırlar bu xəbərə. Yadınızdadırmı? Neçə dəfə havaya uçurtmaq istədilər, ətrafda nələr oldu, kartejdə nələr oldu. İndi artıq 2 dənə, 3 dənə Putinin limuzindən olan hansı ki, bilinməsin də hansında gedir prezident. Onun birini havaya uçurtdularsa, deməli, Putin gedər ayaqdır. Ya gerçəkdən, ya oyun üzərindən. Bu heç, bunu qoyduq bir qırağa. Əzəmətələrim, dəyərli soydaşlarım, hər şey mehribana calayırlar. Bəli, bu gerçəkdən də mehriban ola bilər, amma bunun bir tərəfi də var ki, mən demişdimmi sizə, bunların sonu çatanda nə qədər sirləri bilən adamlar var ha, hamısını aradan götürəcəklər. Yadınızdadırmı, çıxış elədim 2 dəfə, Suret Hüseynov o sirləri kilit açar Suret Hüseynovdur. O, məhkəmədə cavab verəcək, dedim 2 həftə sonra Türkiyə çağırıb orada başını etdilər. Türkiyədə nə qədər İstanbulda obyektləri var Surətin, bilirsinizmi? Elə bilirsiniz hər şey Moskvadadır. Necə Surəti aradan götürdülər? Sərvətinə dəl qoydular. Neyse, uzun sözün qısası, bunlar gedər ayaq hamını biçirlər. Putinin də getmək vaxtı çatır. Erdoğanın da getmək vaxtı çox uzaqda deyil və
İlham Əliyev də çox yaxın zamanlarda yola salacaqsınız. Aprel ayında ancaq sevinəcəksiniz. May ayında daha güclü sevinəcəksiniz. May ayında İlham Əliyev gedər ayaqdır. Getməsə bu Trump'ın hələ ki oyunlarından dolayı 2-3 ay ömrü uzana bilər. Vəssalam, şüt tamam. Getdik. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, Şeyx iflicdir. O biri dünyaya gedəsidir. Akşam da deyəcəm bunu sizə daha təfərrüatlı, daha ətraflı. Dəyərli soydaşlarım, daha incəlikləri, daha yeni xəbər nə alsam deyəcəyəm sizə. Gör nə bəyquş, nə bədqur adamdırsa, nə bədqur bəyquş adamdırsa, müqəddəs ayda getdi cəhənnəmə, yəni iflic oldu. Bunlar ölmək üçün dua eləyəcəklər. Bunlar hamısı yorğan da qabil gələcəyi Azərbaycana, düzdür. Bunlar deyirlər aprel ayının 16-sı 17-si çağırıblar məni. Mənim bəzi şəxsi durumlarından dolayı mən gələcəm, amma bir neçə ay sonra gələcəm. Məndən hesab sormağa yox, mən hesab sormağa gələcəyəm. Əmin arxayın olun, az qaldı o günə. Bundan başqa dəyərli vətənəm, Putin kartejini darmadağın elədilər. Hansı ki onu mən sizə axşam deyəcəyəm. Ağcabədidə olan azyaşlı məsələsini Mehriban Əliyevaya məruzə eləyiblər. Məruzə eləyən ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitə rəhbəri Bahar Muradova Mehriban Əliyevaya məruzə edib. Çox dəhşətli bir xəbərdir bu. Mehriban Əliyeva nə deyib? Necə bir dəhşətli xəbərdir? Və mən bunu subutlarla, məntiqi əsaslarla ortaya qoyacağam və bunu axşam sizə canlı yayımda deyəcəm. Mehriban Əliyeva nə dedi? Əziz vətənəm, Ramil Usubovun qudası, polis polkovniki, anası necə ona qız daşıyır, Bakirə qızlar, hər birinin tası 10.000'dir, onu da şəkilindən özündən qoyacağam. O polkovniki çox əziyyət çəkib Bakirə qız axtarmasından mən burada reklamını verəcəyim. Narahat olmayın. Narahat o, aləm deyəcək bir-birinə. Aləm deyəcək bir-birinə. Bu arada yenə deyirəm, ancaq indən sonra şad xəbərlər alacağıq. Bax dedim, indən sonra ancaq şad xəbərlər alacağıq. Bu rejimin, Əliyev rejiminin ömrü çox yaxındadır. Bir də mən burada həmkarlarıma səslənirəm. Xüsusilə Xalq Cəbhəsi və Xalq Cəbhəsinə bağlılığı olmayan, həqiqi mübarizə aparan, mübariz dostlarıma səslənirəm. Dəyərli həmvətənlərim, dəyərli dostlarım, onlara səslənirəm ki, bu hökumətin ömrü bitir deyə bu xəbərlər sizin hər birinizə çatacaq. Get-gedə çatacaq. Görürsünüz, bir-birini didişdirirlər. Mən bunu demişdim 6-7 il bundan qabaq. Bunların son çatanda bir-birini didişdirəcəklər. Bəylər yoxa çıxanda deməli İlhamın sonudur. Və buradan mən çatdırıram mən dostlarıma, yoldaşlara, sizə çox böyük pullar təklif eləyəcəklər. Çünki canlarını düşünərək. Amma çalışın bunların yenidən ortaya çıxan sizə təkliflərdən uzaq olun. Uzaq olun ki, kiminsə yanında gözü kölgəli olmayasınız. Bax, mən Qabil Türkoğlu, Azərbaycanda ən güclü adam mənəm. Bir dənə prokuraturaya çağırdılar, ölkə silkələndi, BMT Aşpa silkələndi. Elə deyilmi? Baxın, məni kimi bir adam 10 gün səsləndim ki, həyatı təhlükəsizliyə görə və məhkəməyə görə maddi dəstək cəmi cümlətəni 750 manat, yəni 375 euro, üstə gəlsən 350, əlimə çatası 350 euro gəldi 3 nəfər tərəfindən. 10 gün ərzində. Ona görə, indən sonra Əliyevin get-ha-get vaxtını görüb, kimlərsə təzə adamlar ortaya çıxıb, böyük summalar verib, sabah məndən o adamın xahişini eləməyin. Oldu mu? Soyduq, quyruğuna gətirdik. Bunların artıq bir neçə ay, bəlkə də bir neçə həftə ömrü qalır. Bildinizmi dəyərli həmvətən? Ona görə tarix boyu Azərbaycanda Məmməd Əmin Rəssuadidən başqa düzəmməli lider olmayıb, xalq düzəmməli lider görməyibdir. Tarix boyda milyarda olanların hər 1 milyon əhalidən bəlkə bir nəfərdə şərəf olmayar. Pul olanda namus qeyrət olmayıb, görməmişik biz. Pul yığıblar bizim regionda, bizim ölkədə ancaq haram pullardır. İstəyir 1 əsr bundan qabaq, 5 əsr bundan qabaq, istəyir indi. Vəssalam. Bəyənin, paylaşın, bəyənməyən baboş olsun.